Salam, hər vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Əvəzkar Futbol Liqada günün ikinci qarşıdurmasındayıq. Şah taxtı və Balaxanı komandaları qarşılaşır artıq. Oyunun ədalət təmsilçisinin statusu səsləndirildi. Uğurlar arzulayır ki, komandaya. Ənənəvi olaraq biz sizə onların heyətləri ilə tanış edək. Şah taxtının da heyətlər belədir. Qapıda 1 Kənan, kapitan 17 nömrə, Nicat 77, Surət 11 Kənan, 3 Vüsal 85, Əbdül 4 Səbohi, 8 Əli, 9 Özal, 7 Mehman, 10 Elçin. Balaxanı komandasına heyətlər belədir. Qapıda 1 Abdullah, 17 kapitan Elmar, 2 Emin, 7 Əli, 77 Orxan, 11 Anar, 4 Elçin, 9 Vüsal. Meydanda mübarizə aparır göylü formada Şah taxtı komandası. Rəqibi isə qaralı formada Balaxanı komandasıdır. Surət Hüseynovdan tək toxunuş götürmə. Qarşılandı top. Yeni qatılan izləyicilərimizə salamlayırıq. Xoş gəlib, səfa gətirmişsiniz. Bizim e-futbol yayımlarından olan izləyicilərimiz də var. Yayım bu axşam, bu gecə olmayacaq. Qrupa daxil olun. Bioda nömrə ilə əlaqə saxlayın. Qrupa yönləndiriləcəksiniz və qrupda məlumatlar verilir. Qayıtaq oyuna. Yayımı izləyərkən səhifəni, yayımı bəyənən, səhifəni izləməyə alan izləyicilərə indidən təşəkkürlərimizi bildiririk. Maksimum dərəcədə aktivliyiniz əsirgəməsin canlı yayımda mümkün dərəcədə dəyərli izləyicilər. Qaptan zərbə ilə Abdullah top oyuna daxil edir. Kənan topladı. 2 nəfərin atəsindən çıxmağı bacardı. Geriyə çəkildi. Oy 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 oy. Səbuhinin ötürməsindən sonra rəqibə toplanan top az qala qapılarına daxil olacaqdı. Orxan ötürməni qarşılayır. Kənan. Sol sınaqlı oynadı. Surət Hüseynov ötürməsi keçmir. İndən Surət bir gol! İnsaf asılır Şah taxtı komandasından. Surət Hüseynovun zərbəsi tora qovuşur və Abdullah qarşısına ala bilmədi bu zərbənin. Şah taxtı 1, Balaxanı 0. Oyunun 4-cü dəqiqəsində hesab açıldı. Səbohi. Hava ötürməsi Surətə. Masda yeganə qolun müəllifi topladı. Keçdi bir dəqiqində Surət. Ötürmə cərimə meydansasına, amma bir qədər Vüsalın gerisinə doğru ötürüm olmuşdu. Ceyhan ötürmə Elmar. Balaxanlar hücumdadır. Emin. İleriyə doğru ötürməsini etdi. Anların ötürməsi qarşılanır. Yenidən top anlarda. İti bucaqdan zərbə yaxın günüzdə. Qapıcı diqqətlidir. Surət Hüseynov. Keçə bilmədi anları. Ötürmə gəldi. Kənan vaxtına bir daxil edin. İndi Şah taxtı komandasına əks hücum, amma yerdə qalan oyuncu var. Hakim oyunu saxladı. Zərmə zərbəsi yeni yetirilir və top tordadır. 1-1 olur hesab. Kapitan tarazlığı bərpa edir. Balaxanlar status golunu getirdi. Elmarla. Şah taxtı 1, Elmar 1. Bəli, Elmarın qolundan sonra Balaxanlar hesabı bərabərləşdirir. Surət Hüseynov. Kənan.
Yoxladılar onların zərbəsini. Orxan topladı. Qayda pozulub Orxana qarşıda. Orxanla mərkəzi Anar. Elmar. Türməsi çətinliyi olsa da çatır. Ünvandan zərbə gəldi. Kənan diqqətlidir qapılar. Emin yoxladı uzaq məsafədən top çərçivədən aralı keçir. Elmar yenidən Anarda da top. Gəldi Elmar istiqamətində, amma müdafiəçilər ona imkan vermədi. Hesab 1-1-dir hal-hazırda. Sürət, divar pası yaxşı alındı. Səbohi, indi top Kənandadır. Əvvəl sürməsi keçmədi. Əksü məmləsində Balxana komandasına gələcək. Anar. Orxan oynuyor. Diaqonal ötürmə Elmar. İmkan vermədilər onun zərbə indirməsinə. Əksü məmləsində şah taxtından gələcək. Ötürmə evindən keçmir. Templi başlayıb maç. Tərəflər sürəti əks hücumlara üstünlüyü verirlər. İndi Orxana bir yet gəldi. Zərbə indirir Kənan. Qapısında diqqətlidir. Şah taxtından daha bir üçün məmləsi. Kənan. Yenidən sürət. Hüseynov. Qaçırdı bu dəfə fürsəti. Masda hesabı açan oyuncu dəfəli verişli qol epizodu əldən qaçırır. Yenə şah taxtı hücuma çıxır. Bir reyd uğurlu alındı. Vüsal zərbə indirir Abdullah Gəmbərov. Qapısında diqqətlidir. İndi də qapısını da tərk etdi. Ötürməsində edir Anar. Sol sınaqda Elmar. Zərbə yaxşı alınmar. Hal-hazırda oyunda biz 8-ci dəqiqədəyik. Şah taxtı və Balxana komandalarının mübarizəsində hesab 1-1-dir. Səbohi. Kənan ötürməsi altı yolantı. Kənanın reaksiyasından sonra qapı direği. Qapı tiri imkan vermir qola. Sürət Hüseynov və açıq-aşkar Emin qaydanı pozub Hüseynova qarşı. Müdafiə arxasına doğru ötürmə gəldi və Sürət Hüseynovun akrobatik həmləsi zamanı qayda pozulur. Orxana ötürməsi sol sınağa. Elmar, Anar. Top içinə yol verdi Anar. Şah taxtı komandası əks-hücuma çıxıb. Əbdül, sağ sınaqda Kənan. Ötürməsi Sürət Hüseynov, amma Sürətin zərbəsi qapının üzərinə yollandı. Top altdadır. Anardan amansız təzyiq və mübarizəyə davam edir. Topu da qazandı, amma Orxanın ötürməsi alta yollanır. Sürət Hüseynovdan top ikisi. Elmar.
Anlar da oynadı. Təhlükəli gəliblər. Ötürmə salsın. Ha, vaxtında müdaxilə gəlir. Surət Hüseynov. Kənan emli keçməyə çalışdı, amma uğursuz olacaq. Uzaq məsafədən Əbdüldən zərbə gəlir. Son toxtuş 50-dəndir. Kənandan solsun Əbdül. Sürməsi ünvana çatmadı. İndi Balaxanlardan Əksüm əmləsi Elmar. Sol zınağı görsə, bax, indi çatdırdı. Ötürmə də sazdan uğursuz. Əli topladı. Adaşı topu alır ondan. Elmar. Anar. Paralel ötürməsi eminə. Anar. Elmar çətin vəziyyətdən çıxa bilməyəcəyini görüb. Tamamilə geriyə çəkildi. Ötürməsi qapısınadır. Əlidən Ziyakanova ötürməsi. Ünvansız ötürmə meydanı tərk edir. Qapıdan zərbə. Surət Hüseynov, Əbdül. Orxundan sol saha. Elmar. Elmar'a qarşı qayda pozulur. Abdullah Kəmbərov qapısını tərk edir. Müdafiəçi qismində müdafiə edir. Bəli, o nömrə qeyd olunmuş nömrə göndərilir. Time out. Time out yaşanmışdı, yenidən oyuna davam edirik. Əbdül yaxşı fırlandı epizodda. Out. Abdullah Kəmbərov. Əli. Əbdül qaydanı pozub Əliyə qarşı. Tələsmə, sağsan. Artıq faul limiti tamamlandığı üçün 10 metrlik zərbə. Oyunun biz 15-ci dəqiqəsini keçid alacaq. Artıq faul limiti tamamlandı. 10 metrlik zərbəni kim yerinə yetirəcək? Yox, vara baxılır. 6-cı faul üçün vara baxılır. Və etirazlar əbəs yeri olmur. Vara baxıldı. Faul ləğv olunur və gol! Yenə vara baxılacaq, yenə vara baxılacaq. Yenə vara baxılır. Və vara baxıldı, gol qeydə alınır. Gol qeydə alınır. Tarazlıq pozulur, 2-1. Şahtaxtı komandası mehmanın qoluyla tarazlığı pozur. Əbdül. Qarşısını ala bilmirlər Əbdülün.
Elmar isə zədələnir burada. Alt yerinə yetirilir. 50-dən ötürmə geriyə doğru. Elçin, Əbdül, yenidən Elçin. Tamamilə geriyə çəkildi. Ötürmədə qarşılanır. Ayşa, sıxırsa orta bomboş qalır. Oy oy oy. Yenə Abdullah Qəmbərova az qala səhvə yol verəcəkdi. Əli. Əbdül topu alır ondan. Gərginləşdi maç bir qədər, sərtləşir həmçinin də. İndi bir soldan zərbə gəlir. Toxunuş varmı? Bəli, bəli, var. Korner. Alt Balaxanla. Əbdül qarşıladı başlar ötürməni. Daha bir out. İlk hissənin yekunlaşmasına son 7 dəqiqə qalıb. 50-dən zərbə kənar reaksiyası yaxşı alındı. Hücum davam edir Balaxanlardan. Orxan hakim üstünlüyü prinsipə əməl etdi. Out. Emin ötürməsi qarşılanır. Usal geriyə çəkildi Əbdül. Daha bir out. Əslində hesabı bərabərləşdirmək üçün bir şansları var Balaxanı komandasının. Rəqib 5 qayda pozuntusu edib onlara qarşı. Bir qayda pozuntusu da artıq faul limiti tamamlanır. Elmar nə? Elmar nə etdi bu epizodda? Boş qapını nişan almaqdansa rəqibə arzu olmaz fint cəhd etdi. Əli. Top Abdullah Qəmbərovda. Solsun Orxan. Anar topladı. Elmar. Bir də Anar. Türmək keçmədi, ünvana çatmır. Ana pasta. Orta! Onlardan sol saha Orxan. İleriyə doğru uzun ötürmə. Başla uzaqlaşdırılır top meydandan. Anar pressing dəstəsində topu qazanır. Özü zərbə indirdi. Kənan rəqibinin səhvini öz qurtarışı ilə telafi elədi. Out. Əli. Divar pası, Əlidən ara ötürməsi. Zərbə gəlir və gol! Elçin Elsaf fərqini bir qədər artırır. Şahtaxtı komandası 3-1 hesabı. Balaxanı komandası saf fərqini minimala indirmək üçün çalışacaq.
Emin. Out. Ateşkar komandası günün açılış maçında məğlub oldu. Orxanla ötürüm Abdullah Kəmbərova. Emin. Anar. Elmar da oynuyor. Yox. Yenə də qola çevirə bilmədilər bu hücumu. Təhlükəli gəlir Balaxanlar, amma bitiriciliyi sanki bir qədər zəifdir onlarda. Abbasov Top Team Arenada keçirilən Həvəskar Futbol Liqasında günün ikinci qarşıdurmasında Şahtaxtı komandası 3-1 hesabı ilə öndədir Balaxan ilə mübarizədə. Artıq ilk hissənin son dəqiqələrindəyik. Əli Anar qarşılatı qapısı ötürməni. İçin ötürməsi keçmir Emin'dən. Reyt doğrulandı. Amma ötürməsi qarşısı alınaraq Kənan baxdı, qapıya zərbə indirdi. Abdullah Kəmbərov diqqətlidir qapısında. Əks məmləsində Balaxanlardan gələ bilər. Əli solsuna ötürmə. Elmar tələsmək lazımdır. Blokladılar. Zərbəsini blokladılar. İmkan vermədilər. Onların da zərbə indirməsini. Reydo vuruldu Əlidən. Sıyrıldı bir rəqibindən. Emin. Özü zərbə indirdi. Qapısında diqqətlidir. Daha bir zərbə. Toxunuş var rəqibidən. Out. Orxan. Out Balaxanla. Daha bir out. Əli. 2 nəfərin ötəsində necə mübarizə davam edir. Topu özündə saxlamağı bacarır. Orxan. Ötürməsini qarşılayırlar. Alto yollandı top. Sağsın Havel. Abbasov Top Team Arenadayıq. Həvəskar Futbol Liqasının da günün ikinci qarşıdurmasıdır. Bax görək, Balaxanlar indi hücumdadır. 2 daxil oldu cərimə meydançasına Elmar və hakim də birinci hissəni yekunlaşdırır. İlk hissə Şahtaxtı komandasının 3-1 hesabı üstünlüyü ilə yekunlaşdı Balaxan ilə mübarizəsi. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə hələlik. Bir daha vaxtınız xeyir olsun dəyərli futbol severlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni biz Şahtaxtı komandasının 3-1 üstünlüyü ilə yekunlaşdırdıq Balaxan ilə mübarizəsini. Bax görək, həlləyici hissədə Balaxanlar geri dönüş edə biləcəklərmi bu maçda? Və ikinci hissəyə kobud səhvlə başladılar, amma Kənan imkan vermir. Əli topladı. Diaqanal ötürmə qarşılandı bir sol tərəfindən. Mübarizəni axıra qədər davam etdirdi. Bir sol Kənan ötürməsi keçmir. Anar. Out. Out. Suret Hüseynov.
Hüseynov. Baldılar onunla ama yenidən komandasında qalır top. İndi top içinə yol verilir. Onlardan zərbə və gol! 3 gol hesab fərq. Minimal indi ikinci hissədə. Saldan qayçı var sərfə, qeyri-dəqiqdir. Elmar. Top Kənanda. Kənan, Şahtaxtı komandasının hücum əmrəsi. 2 nəfərin ötəsindədir. Kənan fırlandı, geriyə çəkilir. Sürət Hüseynov. Kənanla Ciyakanla ötürmə. Reyt uğurludur. Zərbə gəldi. Dirəkdən qaydır top. Kənanı orada zərərsizləşdirməyi bacarmadı Balaxanın müdafiəsi. Sürmə sahasına indi Balaxanlardan hücum əmrəsi. Müdafiədən top keçmir. Üst sal sıyrıldı rəqibindən. Bir rəqiblərini gerdə qoyur. Sahasına atan Kənan. Abdullah Kəmbərov dəf edir zərbəni. Kənanla Vüsal çox templi və texnikal oyunculardır. İndi Surət Hüseynov başladı. O zərbə indirir. Yenə Abdullah dəf edir. Top qarın ayəsində tuş gəldi Abdullah Kəmbərova. Şimdi saxladı oyunu. Mehman. Uğursuz bir ötürmə oldu. Uzun ötürmə, boşlu zərbə qapı tirindən qayıtdı top. Sürət Hüseynov. Hüseynov ötürmə yaxşı alınmışdı əslində. Əla fikri idi. Şimdi qarşıladılar ötürməni və out. Əli. Ələ pozulur. İkili canlı set qurulub. Elmar özü zərbə indirdi amma top çərçivədən aralı keçir. Kənan. Sağ olsa yollanar. Maç başlayandan bəri templi davam edir. Artıq kifayət qədər də qollar var oyunda. İndi Balaxanlar bərabərlik qolu axtarışındadır. Emin. Qarşılanır Surət Hüseynov akrobatik şəkildə uzaqlaşdırır topu müdafiədən. Elmar. Orxan sürətlənir sağ sınaqda. Götürmə zərbə meydan sahasına. Anar gəlişini zərbə top qapının üzərinə yollanır. Bir qədər Şahtaxtı komandasının oyuncuları ötürməni bizə sarı elədilər, amma əslində dəqiq idi, amma uğursuz bir cəhd idi. Əslində komanda yoldaşlarına olmalı idi ötürmə. Eybi yox Əbdül.
Əks hücumda da Şahtaxtı. Arzu olmaz Vincent'e vuruldu. Hüseynov. Hüseynov. Abdullah Qəmbərov imkan vermir və time out. Time out yekunlaşdı. Yenidən oyuna davam edirik. Daha bir üçün zərbəsi yerinə yetirəcək Şahtaxtı. Fazla sürətin zərbəsini. Aleyküm salam Qabil, hoş gəlmişsin. Elmar. Əli solcun arxan meyləndi. İndi ötürmə qarşılanar. Abdullah vurdu, amma riskli bir reydi ki. Abdullah'da top. Yox, təəssüflər olsun ki, Qabil, qiymətlə razılaşa bilmədik. Hətta son dəfə bir təklif etmişdim ona, qəbul, cavab da gəlmədi. Hazırda Abbasov Top Team Arenada Həvəskar Futbol Liqasında günün ikinci qarşıdurmasının ikinci hissəsindəyik. Şahtaxtı komandası hesabda öndədir 3-2 hesabı ilə Balaxan ilə mübarizədə. Anar Qaptan zərbə. Buna qarşılandı. Elçinin zərbəsi uğursuzdur. Abdullah Qəmbərov sağ sınaqda Emin. Top ikisine yol verdi. Surət Hüseynov blokladılar zərbəsini onun. Surətdən ötürmək gəlir, amma yenə qarşıladılar. Ötürməni də keçməsini imkan vermirlər. Emin topladı. Okladılar ötürməsini. Tapanla zərbə bloklandı. Yavaşdırılır top. Əməkdaşlıq üçün şəxsidə və yaxud da bioda nömrə var. Ən yaxşısı olur. Nömrəyə yazın
Yox, Raflaş növbəyə. Canlı yayım sonunda geri dönüş olunacaq. Əlinin zərbəsi 6 yollandı. Digər sınaqdan 6 yerinə yetirəcək Şahtaxtı Kamalasının oyuncuları. Surət Hüseynov yenidən Əbdüllə oynadı. Məlikə istiqamətini ötürməyə gəlir. Mehman. Yanında Surət. Amansız pressing. Topu qazandırdı Balaxanlara. Əksüzmə həmləsi uğursuz olur. Çox tez-tez top itişlərinə yol verir hər iki tərəf. O da maçın daha çox templi olmasından irəli gəlir. Elmarın zərbəsi qeyri-dəqiq alındı. Topuş yox idi rəqibdən. Mehman topladı. Solsuna Surət Hüseynov, Kənan, blok qoyuldu. Əksü mərməsi gələ bilər indi Balaxanlı komandasından. Əli ikinci rəqibdən də suyulur, amma Əbdül vaxtında qarşılayır alt Balaxanın. Orxan yaxşı fikirləşmişdi Əlini, amma Əli hazır deyildi bu ötürməyə qəbul etməyə. Elmar uğursuz cəhd. Yaxşı, gəl. Yaxşısan, gəl. Kənan Ziyakan ötürməyə gəldi. Surət Hüseynov geriyə doğru. Surət Hüseynov nələr edir nələr. Bir anlıq Surət Hüseynovun daxilindən Ronaldinho Gaucho peyda olur. Oy. Buna bax ehtiyac yox idi. Vara baxılır. Vara baxıldı. Sarı verəgə əlinin pasivinə. Surət Hüseynov birbaşa qırmızı verəgə. Surət Hüseynovun pasivinə. Surət Hüseynov birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Az öncəki epizoda görə. Beş dəqiqə azlıqda qalacaq Şahtaxtı komandası. 5 dəqiqə ərzində çox etmək olar. Əli sürməsi qarşılandı Orxan. Kənan topladı. Elçin topu meydanların kənarlaşmasına şərait yaratdı. Kənara qarşı Əli tərəfindən şovuldu. Sarı vərəqə var pasivində. Diqqətli olmalı bir qədər Əli. Az öncəki epizodda sarı vərəqə ilə dəyərləndirmişdi onun epizodu. İşarə gəldi. Kənandan zərbəsi canlı səhətdən qayıdır.
Emin topladı. Ceykan oturmaya sosuna Elmardan geriye doğru Orxan yeniden Emin. Emin geriye çekildi. Abdullah Qəmbərov gelir riske etti. Sarı Bərəqə ehtiyatda olan Səbuhinin pasını yazılır. Ona sarı. Aldo çok danışma. Oyun oyna. Orxan. Türmək keçmir out. Timeout ayarları bir gedər. Elmar. Əli ikili saldan indirdiyi zərbə vursuz alınır. Kənan. Qalxdır Hakim Kənana. Növbəti qüvvətli zərbə qapdan Xeydin aralı keçir və 5 dəqiqə tamamlanır. Şahtaxtı komandası artıq oyuncu sayı bərpa olundu. Qırmızı vərəqə səbəbilə 5 dəqiqəlik azlıqda qalmışdılar. Hesabı açan oyuncu Surət Hüseynov qırmızı vərəqə ilə cəzalandırıldı. İndi isə say hesabı bərpa olunur. Elmar Zədə imkan vermir artıq onu oynamasına. Kənan Usaltadı top. Bir də Kənan düşünmüşdü. Əslində yaxşı düşünmüşdü, amma Kənan onu başa düşmədi. Uzun Ceykan oturmaya kaçmar zərbə. Oy 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 Vüsal. Gözəl gol izləyə bilərdi ondan. Qeyri-təyi qalındı. Kənan ötürməsi Mehman zərbəsi. Dirəkdən qayıtdı. Qapdan zərbə. Kənan pressing nəticəsində qazanır topu Mehman. Out. Kim davam edir bu episodda da? Son olmuş Elmardan. Uzun ötürmə Emin başla qarşılayır. Elmar. Out. İndi meydan top tərk etdi.
Orxan topladı. Şükür verirsə Şahtaxtı komandasının artıq əməlli başda təzyiqləri artıb. Daha bir qol axtarışındadılar. Sürüşkən hesabdan qurtulmaq üçün. Üsal. Hücumu davam edir Şahtaxtına. Artıq davam eləmir. Out. Abdullah Kəmbərov. Topun ötürməsi əliyətən dəqiqdir. Anar. Kənan topladı. Şahtaxtından hücum əmrəsi. Əliyə topu qaydalar çərçivəsində alır. Out. Son 2 dəqiqə maçda Şahtaxtı 3, Balaxanı 2. Şöyle Balaxanlar son 2 dəqiqə ərzində hesabı bərabərləşdirə biləcəklərmi? Abdullah Kəmbərov. Kəmbərovdan hava ötürməsi. Yenə Elçin var qüvvəsi ilə uzaqlaşdırdı top meydanına. Orxanla ötürmə Elmar. İmkan vermədilər Elmara. Emin. Solcuna ötürmə. Əşücum. Sol sağsınaqdan irəliyir. Ötürmə və Abdullah Kəmbərov topu tutur, lakin Elmar yerdə qalır. Əlinin qoluyla tarazlıq bərpa olunur. Son saniyələrdə hesab bərabərləşir Balaxanlar tərəfindən. Hakim də final üçün səsləndirir. Son saniyə qolu. Son saniyə qolu bir xalı gətirir Balaxana komandasına. Biz də reportajımızı bu maraqlı maçdan sona çatdırırıq. Oyun boyunca istəmən idim şəxsində Zeydər Hüseynli növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bravo. İnşallah gəl Əli, qardaşım sənə də şu, mən gedirəm.